Mobifanı və Otelicomun dəstəyi ilə izləyirsiniz. 2013-cü ilin əvvəllərində HTC şirkəti yeni flaqman smartfonunu HTC One M7-ni təqdim etdi və məhz bu smartfon həmin ilin ən gözəl dizayna malik smartfonlarından biri seçildi. Elegant dəmir korpus, həmin ilin ən güclü prosesorlarından biri, gözəl ekran, 4 megapiksellik kamera və hamını vali etmiş HTC Boom Sound səs dinamikləri. 4 megapiksellik. Bəli, səhv eşitmədiniz. Cəmi 4 megapiksellik kamera. Və bugün 2014-cü ildə HTC öz yeni flaqmanını HTC One M8-i təqdim edir. Ənənəyə sadiq qalaraq göz oxşayan dəmir korpus, Full HD display, 801 Snapdragon prosesoru, möhtəşəm Boom Sound səs dinamikləri və 4 megapiksellik kamera. Və əgər 2013-cü ildə 4 megapiksellik kamera gülməli gəlirdisə, indi ağlamalıdır. Bilirsiniz, kənarda elə görünür ki, HTC şirkəti 2013-cü ildə telefondan çox kamera modulu buraxıb və sonradan artıq qalan modulları zibilliyə atmaq əvəzinə növbəti 2 flaqmanı yerləşdirməyə qərar verib. Amma gəl nəticələrlə tələsməyək. Çünki 4 megapiksel olmağına baxmayaraq kamera HTC-nin çox güclü reklam elədiyi Ultra Pixel sistemi üzərində düzəldilib. Və bu o deməkdir ki, hər piksel adi pikseldən 2 dəfə daha böyükdür və 2 dəfə daha çox işıq qəbul edə bilir. Amma əslində bunun təsvirin keyfiyyətinə elə də təsiri yoxdur və o digər flaqmanlarla müqayisədə geridə qalır. Nəysə, yeri gəlmişkən nə qədər təəccüblü olsa da smartfonun ön kamerası 5 megapikseldir. Kamera ilə bağlı sürprizlər hələ bitməyib. Nəyə görəsə arxa tərəfdə bir dənə də 2 megapiksellik kamera yerləşdirilib. HTC iddia edir ki, onun köməklə şəklin fokusunu sonradan tənzimləmək olacaq və bu həqiqətən də belədir. Gördüyünüz kimi sonradan fokus tutma funksiyası çox maraqlı olsa da, praktikada bir o qədər də ideal işləmir. Gəlin kamera haqqında söhbətləri burada dayandıraq və keçək displeyə. Burada sizi 5 düymlük Full HD display və maksimal baxış bucaqları gözləyir. Hətta ən yaxın baxışda belə siz ayrı pikselləri seçə bilməyəcəksiniz və bu sevindirici haldır. İndi əlimdə tutduğum smartfon ən yeni Android versiyası olan 4.4.2 əməliyyat sistemi üzərində işləyir və HTC-yə məxsus HTC Sense bazasına malikdir. Bu güclü smartfonun prosesoru 4 nömrəli Qualcomm Snapdragon 801-dir. Sürəti 2.4 GHz, operativ yaddaşı isə 2 GB-dır. Yəni M8-də donma haqqında söz ola bilməz. Sintetik Antutu testində M8 34 mindən artıq xal yığır ki, bu da flaqman üçün yaxşı göstəricidir. Amma bax, M8-in akkumulatoru 2600 mAh-dır. Düzdür, bu digər flaqmanlarla müqayisədə nisbətən zəif göstəricidir. Amma narahat olmayın, çünki smartfon standart işlətmədə bir gün enerji saxlayır. Belə ki, istehsalçılar buna daxili optimizasiyanın yaxşılaşdırılması hesabına nail olublar. Zaryadkan bitir, neyniyim? Az enerji ilə zəng edə bilərəm. Necə eləyim smartfonumun enerjisi gec bitsin? Stop! Hamınızda bir cavabım var. Ultra Power Saving. Belə ki, siz smartfonu bu rejimə keçirən kimi, o sizə 10% enerji ilə bir gün xidmət edə bilər. Bu rejimdə yalnız ən lazımlı funksiyalar, yəni SMS, təqvim, hesablayıcı və e-mail işlək vəziyyətdə qalır. Qalanları isə avtomatik olaraq söndürülür. HTC Sense tətbiqi vasitəsilə artıq pulta ehtiyac qalmayacaq. Belə ki, siz bu tətbiq vasitəsilə öz televizorunuzu rahatlıqla idarə edə bilərsiniz. Siz yeni cihazlarda sujetə baxın, mən isə televizora baxacağam. I'll be back. Bugün biz Mili şirkətinin Powerbankına nəzər yetirəcəyik. Təsəvvür edin, uzaq səyahətdəsiz, təcili zəng etməlisiniz. Amma yol boyu o qədər oyun oynamısınız ki, smartfonunuzun enerjisi sıfırdadır. Bu halda Powerbank sizin xilaskarınıza çevriləcək. Cihaz kiçik, amma biraz ağırdır. Korpusu plasmasdır, qıraqlarından isə dəmir arşiya var. Olduqca elegant görünür. Ortadakı düyməni basdıqda 4 LED işıq Powerbankın enerji qalığını göstərir. Bir USB mini və 2 standart USB çıxışı var. Powerbank özü cəmi 10 saata tam enerji yığır. Və bundan sonra siz iPhone-unuzu 7 dəfə, Android smartfonunuzu, məsələn HTC One M8-i isə 4 dəfə tam enerji yığmağa qoşa bilərsiniz. Smartfonun enerji yığması üçün heç bir düyməni basmağa ehtiyac yoxdur. Sadəcə kabeli qoşun və voila! Bir il ərzində M8-in korpusu xeyli böyüyüb. Bu, keçən ilki modelinə müqayisədə diaqonalın artması və səs dinamiklərinin gücləndirilməsi ilə əlaqədardır.
Dəmir korpusun arxadan dairəvi olması smartfonun əldə tutulmasını daha da rahat edir. Amma smartfon uzun olduğundan onun yuxarı hissəsinə barmaq çatdırmaq biraz çətindir. Şükürlər olsun ki, HTC istehsalçıları bu problemin dəllini tapa bilib. 2 dəfə ekrana toxunduqda ekran açılır və üstdəki düymə lazımsız olur. Barmağınızla soldan sağa hərəkət edəndə Blink Fit açılır. Blink Fit haqqında daha ətraflı sonra danışaram. Aşağıdan yuxarı hərəkətlə ekranda son açılan tətbiq görünür. Barmağınızı sağdan sola keçirdikdə isə widgetlər açılır. İndi isə Blink Fit haqqında daha ətraflı. Burada bütün sosial şəbəkələrinizdən və həmçinin yazıldığınız bütün xəbər portallarından ən yeni xəbərlər avtomatik olaraq gözəl bir lent şəklində qarşınıza çıxır. Üst tərəfdə yandırıb söndürmə düyməsi və ilk port, sağ tərəfdə micro SD slot və səs düymələri, sol tərəfdə SIM kart slotu, aşağıda isə micro USB port və audio çıxış. Boom Sound səs dinamikləri. Bu isə başqa aləmdir. Ümumiyyətlə indiki zəmanədə mobil cihazlar arasında ən güclü və ən keyfiyyətli səs məhz bu smartfondadır. Səs dinamiklərinin smartfonun müxtəlif yerlərində yerləşməsi isə möhtəşəm stereo effekt yaradır. Və bu bir tərif deyil, obyektiv bir qiymətdir. Dimension Plus 3D funksiyasını isə ilk dəfə mən bu smartfonda gördüm. Bu funksiya sizə 3D effektlə şəkil çəkməyə imkan verir. İlk dəfə Nokia Lumia'da gördüyümüz çəkilişin hər parametrini ayrılıqda tənzimləmə imkanı HTC One M8-də də var. Çox gözəl, amma 4 megapiksellik şəkildə bu kiməsə lazım olacaq. Kameranın daha bir imkanı Dual Capture. Belə ki, bu funksiyanın köməyi ilə siz eyni vaxtda həm özünüzü, həm də qarşınızdakı obyekti çəkə bilərsiniz. Bu il HTC öz bazası üzərində daha da çox işləyib və öz optimizasiyasını yaxşılaşdırmaqla yanaşı smartfona yeni funksiyalar da əlavə edib. Artıq smartfona zəng gələrkən ekrana toxunmağa ehtiyac yoxdur. Sadəcə zəng gələrkən smartfonu qulağınıza yaxınlaşdırın və zəng avtomatik olaraq qəbul olunacaq. Məncə çox lazımlı və əla bir funksiyadır. Nəticədə smartfonu digər flaqmanlardan fərqləndirən müsbət cəhəti Boom Sound səs dinamiklərinin olması, mənfi cəhəti isə kameranın zəif imkanlarıdır. Sonda yeni HTC One M8 haqqında nə deyə bilərik? Əgər sizə möhtəşəm dizayn və əla işləyən, yəni donmayan bir smartfon lazımdırsa, amma sizi kamera imkanları bir o qədər də maraqlandırmırsa, o zaman HTC One M8 əldə etməyə tələsin. Yeni smartfonlar haqqında birinci məlumat əldə etmək istəyirsinizsə, Facebook səhifəmizi izləyin. Smartfonda aksesuarlarla bağlı suallarınız yarandıqda, Volt Telekomun müştəri xidmətlərinə müraciət edin. Telefon 050 255 55 55.